Azərbaycan Dövlət İqtisad Universitetini başda çox hörmətli rektor Ədalət müəllimi olmaqla bütün müəllim, professor, tələbə heyətini bu ilki 95 illik yubileyi münasibəti ilə mən də öz növbəmdə səmimi qəlbdən təbrik edirəm. Və mən düşünürəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının ümumiyyətlə ən qabaqcıl universitetlərdəndir və şəxsən mənə görə bir nömrəli universitetdir. Mənim özüm 2005-ci ildə məzun olmuşam Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsindən və şəxsən mənim özüm üçün də 2025-ci il məzun olmağımın 20 illiyinin, belə deyək, bir qeydiyyatlıdır. Bu son 20 ildə məzun olandan sonra mən təbii ki, bir çox digər həm Azərbaycanda, həm dünyanın bir çox aparıcı universitetlərində də təlimlərdə və təhsilimi davam etdirməkdə iştirak eləmişəm. Amma yenə də səmimiyyətlə deyim ki, Azərbaycan Dövlət İqtisad Universitetində aldığım baza bilikləri və hər şeydən də çox tələbəlik illərinin yerini heç bir nə təhsil, nə təcrübə, başqa buna bənzəri heç bir praktika əvəz eləməyibdir. Və mən çox sevinirəm ki, bugünkü gündə özümün rəhbərliyi elədiyim qurum Bakı Fond Birjası da Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edir. İstər iqtisadiyyat, kapital bazarları istiqamətində elmi araşdırmaların aparılmasında, istər tələbə təcrübə mübadiləsinin təşkil olunmasında bizim əməkdaşlığımız mən əminəm ki, yüksələn xəttlə də davam eləyəcəkdir. Bu məni çox sevindirir, belə deyək. Necə ki, Azərbaycan Dövlət İqtisad Universiteti mənim üçün ilkin bazadır, yəni bu İngiliscədə alma mater hesab oluna bilər. Mən əminəm ki, universitet gələcək illərdə də daha güclü, daha belə deyək də, elmi dərəcələri yuxarı olan həm elm, həm iqtisadiyyat, həm biznes sahəsi üzrə çox yetişkin, çox təcrübəli və çox bilikli məzunların yetişdirilməsində və həmin sahələrə daha da böyük töhfələrin verilməsində öz fəaliyyətini yüksələn xəttlə davam elətdirəcəkdir. Bir daha bütün müəllim, professor və məzun heyətini, yəni çox geniş məzun kütləsini təbrik edirəm və çox sevinirəm ki, bir məzun kimi bu sözləri demək imkanı həm də mənə qismət olubdur.